Salam həyatın seyir, hörmətli, dəyərli təbii iştirakçılarım, hörmətli müəllimlər, hörmətli valideynlər və hörmətli idmançılar. Hər birinin Şotolan kəndinə möhtəşəm bir yarışa xoş gəldiniz. Bir istəyirəm, alqışla, bir özünüzə alqışla başlayaq. Müstəqil Azərbaycanımızın hər bir diyarında toylar, bayramlar, günlərin, ərlər, ərənlərin yarışları, özəl günləri, qələbə, zəfər eşki ilə yaşır Azərbaycanımıza yaraşır. Bugün də Naxırıyanı Şotolan kəndimizdə Şəki Zaqatala Regional Gənclər və İdman İdarəsinin qaz sektorunun təşkilatçılığıyla və eyni zamanda bizim hörmətli dəyərli müəllimimiz Alqış müəllimin təşkilatçılığıyla sərbəst güləş üzrə Qolağan və Şotolan kəndlərimizin şəhidlərinin əziz xatirəsinə həsr olunmuş gözəl bir yarışımız başlayır. Əslində yarış başlayır, biz ikinci mərhələdəyik. Hörmətli dəyərli valideynlər, Azərbaycanımızın vətəndaşları, müstəqil Azərbaycanımızın himni ilə bu gözəl gün başlasın, Azərbaycan Respublikasının dövlət himni səsləndirilsin. Hörmətli dəyərli qonaqlar, dəyərli idmançılar, hörmətli təbii iştirakçıları, indi isə ana vətənimiz, müstəqil Azərbaycan üçün, bu günlər üçün, namus üçün, qeyrət üçün, üç rengi şanlı al bayrağımızın zirvələrdə dalgalanması üçün, canından, qanından keçən, şəhidlərimizin əziz xatirəsini hər birimiz bir dəqiqəlik sükutla yad edək. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı verir. Hörmətli dəyərli təbii iştirakçıları, mən istəyirəm bu gözəl məqamdan Şəki Zaqatala Regional Gənclər və İdman İdarəsinin qaz sektorundan bölürüm. Hörmətli Elvin Həsinov, Elvin müəllim tədbirimizə iştirak edir. Xoş gəldiniz. Xeyirli olsun deyirik Elvin müəllim.
Ben istəyirəm sözü sizlərə təqdim edeyim. Çox sağ olun, təşəkkür edirəm. Bugün burada idmançılarımız güləş yarışı təşkil edirlər. Yarışımızın keçirilməsində məqsəd şəhidlərimizin xatirəsinin yad olunmasıdır. Vurulmaq istəyərdik ki, bizim bugün müstəqil Azərbaycanın, Suriyyənin Azərbaycanın, mütəv Azərbaycanın müstəqilliyin əldə olunmasında, ərazi bütövlüyünün bərpa olunmasında, konstitusiyon yolların bərpa olunmasında bizim igidlərimiz şəhid oldu. Və şəhidlərimizin hər biri kiçik yaşlarında onlarla məşğul olan, vətənini sevən, vətənpərvər ruhda böyüyən yetişmə və gənclər. Biz bugün də gənclərimizi vətənpərvər ruhda, vətəndaşlıq ruhunda böyüdürük və biz inanırıq ki, bizim gənclərimiz həqiqətən də ruhda böyüyəcək və bundan sonra bizim bu igid gənclərimizi görən düşmənlərimiz Azərbaycana qarşı hər hansı bir əlin uzanmasına yol verməyəcək və biz inanırıq ki, Azərbaycan gəncliyi vətənpərvər ruhda və lazımlı vətəndaş kimi yetişəcəkdir. Burada bizim qonşu rayonlarımızdan, hətta Şamaxıdan belə idmançılarımız gəlir. İdmana dəyər verən insanların hər birinə təşəkkür edirəm. Bugün bizim dəvətimizə görə bura şəhid ailələr gəlibdir. Hər birinizə təşəkkür edirəm ki, bizim dəvətimizi nəzərə alaraq tədbirimizə gəlmişsiniz. Təşkilatçılara çox böyük təşəkkür bildirirəm. Eyni zamanda bizim tədbirin təşkil olunmasında dəstək verən bizim mədəniyyət xadimlərinə təşəkkür edirəm ki, bugün bizim yanımızda oldular. Bir daha Allah razı olun bütün idmançılara burada əsas qalib gəlmək yox, əsas iştirakdır. Bizim bu yarışın əsas məqsədi şəhidlərimizin xatirəsini yad etməkdir. Hər birimizə bir daha təşəkkür edirəm. Allah razı olun. Teşekkür ederim. Minnettarım. Gururlar ediyoruz sizlere. Ve tabii ki tədbirimizdə çox hörmətli, dəyərli şəhidlərlə iştirak edir. Mən hər birinizə xoş gəldin deyirəm. Hər bir şəhidimizin əziz xatirəsi bizim qəlbimizdə, ruhumuzda, beynimizdə yaşayır. İstəyirəm şəhid ailələrinə sözü təqdim edək. Şəhid Fərid Dursunov, həyat yoldaşı Məryəm Dursunova. Xoş gəldiniz. Yolunuz açıq olsun, xeyirli olsun. Çox sağ olun. Şəhid ailələrimizdən sözümüz sənlərimiz varsa böyük məmnuniyyət var. Mən bir daha çəkməyimizi də sayın. Hər biriniz xoş gəldiniz. Hər biriniz bu gözəl gündə bizlərin baş tacısınız. Minnəttarım gəlişinizə görə. Edin mənim, mən sözü sizlərə təqdim edeyim. Təbii ki, bu gözəl gün münasibəti ilə çox hörmətli şəhid ailələrimizə, tədbirimizdən xüsusi xatirə var. Çox sağ olun. Bizim bugün tədbirdə iştirak edən hər bir şəhid ailəsinə tədbirdən xatirə olaraq bir balaca hədiyyəmiz var. İstəyərdik ki, onları şəhid ailələrinə təqdim edək və onları bu yarışdan xatirə olaraq onları özlərində saxlasınlar və biz bu yarışların davamlı olacağına, şəhidlərimizin daim bizim gənclərimizin yaddaşında qalması üçün müxtəlif tədbirlərin keçirəcəyinə söz veririk. Biz Azərbaycan vətəndaşı olaraq hər bir gənc, hər bir idmançı, hər bir Azərbaycan vətəndaşı şəhidlərimizi daim qəlbində yaşatmalı və gələcək nəsillərə ötürməlidir. Almışlar səslənsin zəhmət olunsa. Təşəkkür edirik gəlişinizə görə. Şəhid Seyfullah Məhərrəmov ailəsinə gözəl gündən xatirə təqdim olur. Almışlar səslənsin zəhmət olunsa. Təşəkkür edirik gəlişinizə görə. Şəhid Emin Fətəliyevin ailəsinə bu gözəl gündən xatirə təqdim olur. Şəhid İbrahim Osmanovun ailəsinə bu gözəl gündən xatirə təqdim olunur. Şəhid İskəndər Allahverdiyevin ailəsinə bu gözəl gündən xatirə təqdim olunur. Şəhid Sahib Musayevin ailəsinə bu gözəl günə xatirə təqdim olunur. Mən almış mənim sizləri dəvət edirəm. Üçüncü sərdə iştirak edə bilmirlər.
alqış mənim xüsusi təşəkkür edirik bu gözəl bir nərsəyə gəlmək onu da məyaz deyil. Və hörmətli dəyərli tədbir iştirakçıları, istəyirəm bizim gənc idmançılarımızın bu günə qədər idmançı kimi yetişməsində əməyi olan, zəhməti olan bölməli, mən istəyirəm məşqçilərimizi xüsusi alqışlarla təbrik edəyəm, dəyərli qonaqlar. Və hörmətli məşqçiləri mən dəvət edirəm səhnəyə, xüsusi hədiyyələrlə təqdim olacaq. Və nəzərinizə çatdırım ki, bugün Şotavar kəndimizdən, həm Şamaxıdan, Balakənddən, Zaqataladan və daxımızın bir çox kəndlərindən dəyərli hörmətli məşqçilər və idmançılar bugün iştirak edir. İdmançılarımızın hörmətli məşqçiləri sizləri böyük məmnuniyyətlə səhnəyə dəvət edirik və edilməli hədiyyələrimiz təqdim olunsun. Biraz elə gələk ki, qarşılıq olmasın şəkillərə də bu yandan gələk sən. Bu yandan. Keçin bu tarafa, Ayda. Sağ ol. Təşəkkür edirəm hörmətli dəyərli məşqçilər, hörmətli müəllimlər. Yollarınız bol olsun deyirik. Və xatirə şəkilləri çəkilsin bu gözəl gündən. Hər birisi boş gəlir hörmətli müəllimlərimizin. Dəyərli uşaqçıları, biz istəyirik növbəti. Mənim xoş gəlmişsiniz, təşəkkür edirik. Minnətdarım, uğurlarınız bol olsun, xatirə şəklində səbət olmasın. Minnətdarım. Dəyərli qonaqlar, dəyərli uşaqçılar, Azərbaycan çempionatı qadın güləşi üzrə ikinci yerə qalibi olmuş Nadirli Aynur Təvzifoğlu. Gəl yaxına. Hörmətli tədbir iştirakçıları Aynur'u mən istəyərdim ki, bir də gürültülü alqışlarla alqışlayaq ki, Aynur bildiyiniz kimi hayatımızda artıq rayonumuzda qız güləşi qrupları açılıbdır. Aynur da bu güləş qrupların birində məşğul olur. Gördüyümüz kimi bizim həmişə meydançalarda bizi təmsil edənlər kişilər idi. Bugün artıq Azərbaycanda, eyni zamanda rayonumuzda da qadın güləşi inkişaf edir və biz sevinirik ki, bizim artıq Respublika çempionatında ikinci yer tutan Aynur'umuz var. Biz əminik ki, Aynur gələn çempionatlarda birinci yer tutacaq və ölkəmizi, Azərbaycanımızı dünyada, Olimpiya, Avropa oyunlarında təmsil edəcək və biz qatlılar olaraq, Azərbaycanlılar olaraq hər daim Aynur'un yanındayıq, onu dəstəkləyirik və biz Aynur'a inanırıq ki, o bizim etimadımızı doğrularaq ölkəmizin bayrağını daha yüksək zillərlə dalgalandıracaqdır. Təbii ki, Aynur'da. Təşəkkür edirik. Sevgili müəllimlərimizdən hər birinizə təşəkkür edirik. Və Nadirli Aynur'un bugünə qədər bax belə idmançı kimi yetişməsində valideynləri qədər əziyyət çəkən dəyərli bir insana hörmətli, dəyərli məşqçimiz, müəllimimiz Almış İbrahimov səhnəyə dəvət olun. Almış müəllim, uğurlarınız bol olsun. Təşəkkür edirik sizlərə. Və alqış müəllimə bir hədiyyəsi var. Hədiyyə təqdim eləmişik. Elə, ay maşallah, Azərbaycan çempionatı ikinci yeri. Bəli, ay maşallah, alqış gəlsin. Təşəkkür edeyim, hörmətli, dəyərli iştirakçılar, dəyərli qonaqlar. İndi xahiş edirəm, hörmətli idmançılarımızdan, gənclərimizdən ki, səhnəmizi boşaldaq. Bugünün xüsusi qonaqları var, bugünün xüsusi çıxışları var. Təbii ki, sizlər üçün gəliblər, bu gözəl gündə sizlər üçün iştirak edirlər. Xüsusi çıxışlar olacaq. Xahiş edirik idmançılarımızdan, səhnəni boşaldaq. Rəqs qrupunu bir alqışla qarşılayaq. Və sizlər üçün möhtəşəm bir rəqs hazırsa gəlsin dedik.
səsləri. İnce Sənət Məktəbimizin rəqs qrupuna təşəkkür edirik. Və dəyərli qonaqlar, hürmətli misafirlərimiz istəyirəm. Elə vaxt itirmədən bu rəqsi, bax bu gözəl çıxışı və eyni zamanda gənclərimizin bax belə gözəl rəqslərini hazırlayan İncəsənət Məktəbimizin İncəsənət Məktəbimizin direktoru hörmətli İnci müəllimə. Mən sizləri səhnəyə dəvət edim. Bu gözəl gün üçün xüsusi təşəkkür var sizlər üçün. Səhnəyə dəvət olursunuz. Sizlərə təşəkkür edirik ki, bizim tədbirlərimizdə yaxından iştirak edirik. Bunlar bizdən parti olaraq, həm də təşəkkür edəsi olaraq qəbul edirik. Çox sağ olun. Alqışlar gəlsin. Təşəkkür edirik İnci müəllimə, minnətdarım. Və bu gözəl günə, bu gözəl məclisinə təşrif buyurub gələn nəğməkar qonaqlarımız da var, dəyərli ifaçılarımız da var. Elimizin igid, mərd oğlu, Fərid Kərimov, bir alqışlayaq. Və dəyərli dostumuz, sənət dostumuz Elçin Abdullayevi bir qruplu alqışla dəvət edək. Hər ikiniz xoş gəlmişsiniz. Elçin, birinci Elçin qardaşımız. Elçin Abdullayev səhnəmizə dəvət olunur. Gənc ifaçımız, dəyərli ifaçımız, dəyərli sənətçimiz xoş gəlib, səhva gətirib. Hər bir qonağımızın xüsusi çıxışı var bu gözəl gündən. Xüsusilə gənc sənətçilər təşrif buyurub. Elçin Abdullayev, xoş gəlmişsin əziz qardaşım. Şotalar kəndimizdə gözəl gündə səni görməkdən çox işləməmisiz, sənin sənə səvindik. Çox sağ olun deyirəm. Mən də güləşçilərimizi təbrik edirəm. Onlara uğurlar arzu edirəm həyatlarında. Başın zirvəsi qar, əl uzatsan elmi çatar. Ulu başın zirvəsi qar, əl uzatsan elmi çatar. Durna uçar qatar qatar, durna uçar qatar qatar. Görən deyər bir də baxın nə gözəldir mənim qaqım. Görən deyər bir də baxın nə gözəldir mənim qaqım, nə gözəldir mənim qaqım. Dostlar gəlin bir də baxın, nə gözəldir mənim qaqım. O məsulu çöllərinə heyranam, zəhmət sevər əllərinə heyranam. O məsulu çöllərinə heyranam, zəhmət sevər əllərinə heyranam. Qələbəlik illərinə heyranam, qələbəlik illərinə heyranam. Dostlar gəlin bir də baxın, dəyişibdir hüznü qaqım. Dostlar gəlin bir də baxın, nə gözəldir mənim qaqım, nə gözəldir mənim qaqım. Dostlar gəlin bir də baxın, dəyişibdir hüznü qaqım.
bir də baxın. Nə gözəldir mənim qapım, nə gözəldir mənim qapım. Dostlar gəlin bir də baxın, nə gözəldir mənim qapım. Çok sağ olun, teşekkürler. Teşekkür ederim. Elçin Abdullah, güzel ifalar, güzel mahnılar sizlere təqdim olundu. Və tədbirimizdə iştirak edən çox hörmətli, dəyərli insanlar var. Mən istəyirəm onları da səhnəyə dəvət edeyim. Tədbirimizdə iştirak edən hörmətli, dəyərli qazilərimiz. Vətən üçün, millət üçün, bizim torpaqlarımızın bütövlüyü üçün çiyin-çiyinə vuruşan igidlərimiz tədbirimizdə iştirak edirlər. Ayaz Cumayev, Vəqar Məcidov, Fərid Kərimov, Xəzri İsmailov, mən sizləri səhnədə görmək istəyirəm. Gözəl tədbirləri arzulayırıq ki, evin obalı gözəl günlərində işlədik. Dəvət edilmişəm Xəzri İsmailov, çox hörmətli qazilərimiz, hər birinizi dəvət edirik. Çok sağ olun. Qonaqlara xoş gəldiniz deyirik və şəhidlərimizin xatirəsinə həsr olmuş bu tədbirə görə təşkilatlara öz təşəkkürümüzü bildiririk. Çox sağ olun. Güləşçilərimizə də uğurlar arzulayırıq. Sağ olun. Mən də özünüzü salamlayıram. Gənc idmançılarımıza uğurlar arzulayıram. Arzu edirəm ki, Azərbaycan bayrağımızı qazi ölçülərində dağlandırsınlar. Çox sağ olun. Salamlayıram hər birinizi. Bu gözəl tədbirdə iştirak edən hər birinizə xoş gəlmişsiniz deyirəm. Təşkilatçılara başda almış müəllim olmaqla hər birinə öz təşəkkürümü bildirirəm. Xeyirli uğurlu olsun. İnşallah bu balacaların nasılsın, hər daim yüksəklərdən gəlsin. Mən belə demək istərdim ki, daxın ən çox hərbisi olan kəndi hər birimizə məlumdur ki, çok olardı. Allah bütün hərbicilərimizi qorusun, şəhidlərimizə Allah rəhmət eləsin. Bizi daha bir qazimiz də burada iştirak edirdi, indi görmürəm. Bizim zabitimiz baş yerindən Elvan Mustafayev. Bayaq buradaydı, yəqin ki, yoxdur, ona görə adı çəkilmədi. Bizim gizirimiz var, Coşkun İbrahimov, Alqış müəllimin dostu, məmisi oğlu. Ümumiyyətlə, burada bizim qocaman hərbicilərimiz var, ilkin qardaşımız var, bir çoxu. Hər birinin adından təşəkkürüm bildirəm sizlərə, bu balacaların hər birinə uğurlar arzu edirəm, yollar açıq olsun inşallah. Təşəkkür bildirəm. Təşəkkür edirəm, hörmətli dəyərli qazilərimizə. Növbəti çıxışlarımız var. Lights are flickering, the room's alive. Your shadow dances like it's 95. I see the spark, it's in your eyes. We're burning bright, no alibis. The clock is ticking, but we don't care. Time disappears when you're standing there. Electric pulses in the air. We're caught in something we can't repair. Boom, boom, boom goes my electric heart. Every beat is tearing me apart. We're a wildfire in the dark. Boom, boom, boom goes my electric heart. Your touch is lightning, a shock I crave. No need to run, we'll misbehave. This city's ours, no rules to save. Let's ride the chaos like a wave. The static's rising, I feel the heat. Our love's a rhythm, a broken beat. We're a glitch in time, a perfect feat. Together we're lost, but we're complete. Boom, boom, boom goes my electric heart. Every beat is tearing me apart. We're a wildfire in the dark. Boom, boom, boom goes my electric heart. Tearing me apart. We're a wildfire in the dark.
şəlaləsi, təbiətin xoş nəfəsi, heyran edəcək hər kəsi. Ürəyimin tən yarısı, gözlərimin nümrarası, uçub gəlləm sənə sarı, olsa dünyanın alası. Ürəyimin tən yarısı, gözlərimin nümrarası, uçub gəlləm sənə sarı, olsa dünyanın alası. İlusu tək əzəlim var, ramramay tək gözəlim var. Səngər qala əsərin var, rolu körpü kəsərim var. Bir nəzər sal sarı başa, hər obası bir tamaşa. Buz bulaqlar qoşa qoşa, gözəllikdir başdan başa. Ürəyimin tən yarısı, gözlərimin nümrarası, uçub gəlləm sənə sarı, olsa dünyanın alası. Ürəyimin tən yarısı, gözlərimin nümrarası, uçub gəlləm sənə sarı, olsa dünyanın alası. Şotavarda qonaq ol sən, qapı çay tək nazlı sənəm. At belindən ərə çəkən, igidlərə deyəyəsən. Elim obam, oğma qaxım, həm fəxrimsən, həm müqarım. İstərəm ki, heç bir zaman səndən uzaqda olmayam. Ürəyimin tən yarısı, gözlərimin nümrarası, uçub gəlləm sənə sarı, olsa dünyanın alası. Ürəyimin tən yarısı, gözlərimin nümrarası, uçub gəlləm sənə sarı, olsa dünyanın alası. Ürəyimin tən yarısı, gözlərimin nümrarası, uçub gəlləm sənə sarı, olsa dünyanın alası. Ürəyimin tən yarısı, gözlərimin nümrarası, uçub gəlləm sənə sarı, olsa dünyanın alası. Teşekkür ederim. Devam edelim inşallah. Teşekkür ederim arkadaşlar. İnşallah şotalara qonaq tez-tez gələcəm. Değerli, hürmətli tədbir iştirakçılarım, hürmətli edilməlim. Mən rica edirəm bu gözəl məqamda tədbirimizin hürmətli iştirakçıları, hürmətli idmançılar, məşqçilər, fəxri qonaqlar, çox hürmətli şəhidələrimizlə birlikdə xatirə şəkli çəkdirəm. Hər birinizi səhnəmizə dəvət edirik. Fotoğraflarımızdan xahiş edirəm. Kamran qardaşımız, Umay qardaşımız, minnətdaram bu gözəl anlara yoldaşlaraq edirsiniz. Zəhmət olmasa xatirə şəkli üçün idmançılar, məşqçilər və hürmətli fəxri qonaqlarımız səhnəyə dəvət olunursunuz. Ha bunu götür ben.